Bülbül ətinin həvəskarları. Keşlə bazarında, yəni ki o keşlənin yeni ünvanında ya, bir dənə ləzzətli bir dənə dükan tapmışam. Bax, dükan bax belə görünür. Bax, görünüşü budur. Bax, qabağında bir dənə bax belə soyuducu da var. Burada cürəbəcür salalar, nə bilim, bülbül ətinin neymətləri, bax belə şeylər qurulub. Bu da dükanın içərisi. Açığı nəyə görə xoşuma gəldi buradan? Yəni ideal bir təmiz vəziyyətdədir burada hər şey. Bax burada. Bəziləri var indi bunun ağzının dadı bilənlər bilirlər ki, bülbül əti bax belə bir sevir də, sevir bu bastırmanı. Bu da kimin üçünsə müştəri üçün bax düzəldiblər bunu. Bu da ki sənətkar iş başında. Bülbül ətini və mən demişəm ki, bax 4 dənə antrikot ləzzətli mənim üçün bunu düzəltsin. Baxın. Yağlı yerlərini də çıxartır. Yəni ki, ət adama gəl-gəl deyir də. İndi bunu başa düşənlər bilərlər. Bax belə. Deyirəm, dükana girirsə əməlli başlı muzeydir ya. Belə bir bıçaqlar divarda. Bax, bu cürdə bax belə. Hətta içəridə bax. Bax, belə ləzzətli bir dənə tutu quşlardır var. Bax, bu cürdə. Sinəsinə yaxın yerləri bax, kesir, görürsünüz. Mən dedim, bütövlər. Amma ki, qardaş məsləhət gördü ki, kessəm yaxçıdır. Baxıram, görürəm ki, düz deyir, məsləhəti düzdür. Axırda bax, bu cürünün ləzzətli upakovka da eləyirlər. Hə, köhnələr. İndi siz mənə deyin ki, bax, bu cürünə gözəl, göyçək, bülbül ətini nə eləmək lazımdır pişirməkdən qabaq? Hə? Baxın bir dənə bu bülbül ətinə. Yəni ət ya. Bir dənə yəni artıq iyisi dadı yoxdur. Bax. Əlbəttə ki, bunu bastırma eləmək lazımdır. Marinat üçün götürürsünüz 3-4 dənə soğan, 4-5 dənə də diş sarımsaq. İçinə biraz bu məndə olan o ədvaların qarışığının məcununu atıram mən. Yəni onun içində qara istiot, qırmızı istiot, zirə, sonra keşniş toxumu və belə şeylərdir də. Bir də sərmisaq, quru sərmisaq. Sonra da ki, bunu yaxşı xırdalayırıq. Bizdə üstə belə bir şey deyim, yəni soğan çoxdur. Mən 2 qab eləyirəm, bu bir qabı göstərirəm üstə. O qədər ətə, bundan 1-2 dənə lazımdır. Marinad bax hazırdır. Görürsünüz, ikinci qabda mən heç o ədvalardan vurmadım. Çünki hələ birində olan besdir. Bülbül ətini bax belə düzürsünüz o marinadın içinə. Bax beləncik. Biraz bax belə limon soku vurursunuz ha. Biraz bax bu soya sosundan. Bir də bol bax kekli otu. Mən fikirləşirəm ki, bu azdır, biraz da vuracağım. Bax, beləncik. Sonra, bax, beləncik qarışdırırsınız. Sanki bastırırsınız, bax, həmən o mərcunun altında, həmən o əti. Bundan qabaq da bir dənə yaxçı masaj da edirsiniz, ət ya, hər yerindən. Bax, bu cürlə, gördünüz. Sonra, bax, belənciyin onun üstünə bir dənə, bax, belə balaca bulud qoyursunuz. Düzdür, biraz bundan böyük olsaydı, yaxçıdaydı, məndə olan budur. Qapağını qoyuruq, göndəririk xaladelnikə. Bülbül ətimiz çıxdı. Rasim necə? Bax, kişi kimi deyiləm. Yumuymuş, sarqacaq. Bastırmanı necə eləmişəm? İyi bura gəlir ha. Bəh. Cəmaatı bitərlədir. Bülbül əti başqa şeydir də, başqa şeydir.